günləri Gömrük terminala gəlmişik. Hamının verdiyi suallardan biri Tesla avtomobili neçəyə gəlir? İndi biz də müştərimizin birinə təhvil verməyə gəlmişik. Maşının yanında ətraf danışıb siz izah eləyəcəyik. Gömrüyə gələnlər bilər. Bura həqiqətən kontinental hava şəraiti sürür burada. Məsələn, deyək ki, Bakıda hava soyuqdur, burada lap soyuq olur. Deyək ki, Bakıda hava istidir, burada lap isti olur. Azərbaycanda bu dəqiqə 2 dənə favorit maşın var. Biri Yegonex-dir. Biri burada, biri orada, biri orada, biri də orada. Bir də hamının ən sevdiyi Sarentolar. Sarento'dur, Santa Fe'dir, Yegonex-dir. Azərbaycanda ən sevilən maşındır da, yəni buna bax. Çünki bu büdcəyə alına biləcək ən yaxşı avtomobil Yegonex-dir. Biraz büdcəni artıqca Sarento, Santa Fe'dir. Yəni bunlara söz deməyə ehtiyac yoxdur. Tesla'nın da təhvil verdiyi, indi də gedirik Kare avtomobillərimizi müştərilərə boşaldıb görüntü göstərəcəyik, amma bayramdan sonra gəlib təhvil götürüb gömrük eləyəcəklər. Nəhayət fikir ver, gömrük necə boşdur. Boşdur deyəndə bu arxa tərəflər həmişə dolu olur. Sağ tərəf həmişə dolu olur. İndi isə boşdur. Ən əsas faktor Çin avtomobillərinin bu qədər ölkəyə çox gəlməyi və indi avtosalonlarda olub satılmamaqdır. Ona görə də biraz avtomobil az gəlir. Mənim fikrimdə düzəlməlidir bunlar. İnşallah düzələr.